Sevgili xərçənglər və oğlaqlar, ailə həyatınızdakı bir məsələ karyera və iş həyatınıza təsir edəcək. 17 noyabr tarixində səhər saatlarında göy üzündə Ayla Şiron arasında 180 dərəcəlik qarşıdakı aktiv olduğu üçün Günəş bürcü və yüksələn bürcü, xərçəng və oğlaq olanlar həftənin birinci günündə çalışdığınız iş yerində keçmişdə yaşanılan bir məsələ və keçmişdə yaşanılan bir problem tekrar ortaya çıkabilir bugün. Aynı zamanda insanların sizin hakkınızda ne düşündüğü bugün sizin için daha önemli olacak. İşinize daha çok zaman ayırmak sebebiyle ev ve aile hayatınıza zaman ayırmayabilirsiniz. Ve bugün özünüzden yaşça büyük insanlarla, müdürlerinizle ve iş yoldaşlarınızla vəzifəcə büyük insanlarla lazımsız problemler ve gerginlikler yaşamamaya çalışın. Ailevi məsuliyyətləriniz arta bilər. Evinizdə dekorasiya dəyişikliyinə əlaqəli mövzular gündəminizə gələ bilər və bir tərəfdən də çalışdığınız iş yerində bir haqsızlıq hiss edə bilərsiniz bugün. Çalışdığınız iş yerində lazımsız rəqabətdən uzaq olmağa çalışın. Eyni zamanda karyera və iş həyatınızda bir qadın fiquru ön plana çıxa bilər bugün. Ailədən gələn bir problem, ailədən gələn keçmiş bir məsələ karyera və iş həyatınıza təsir edə bilər. Diqqətli olmağa çalışın. Ev və ailə həyatınızda keçmiş bir məsələ tekrar bugün ortaya çıxa bilər və ən əsası da həftənin birinci günündə ailənizlə açıq ünsiyyət qurmağa çalışın.